Hər kəsə salam. Artıq Milmuğan Regional Təhsil İdarəsi də məhz sənəd qəbulu haqqında elan paylaşıbdır və bugünkü videoda sənəd qəbulu haqqında və ümumi imtahan haqqında məlumat verəcəyəm. Baxın, burada da Facebook səhifəyə daxil olanda, Milmuğan Regional Təhsil İdarəsinin səhifəsinə daxil olanda baxacağıq ki, burada sənəd qəbulu haqqında məlumatlar qeyd olunubdur. Həmçinin həm laborant, həm kitabxana müdürü, katibə makinatçı, təsərrüfat müdürü, bir də Uşaq Birliyi Təşkilatının rəhbərləri üzrə artıq sənəd qəbulu başlayıbdır və onu da qeyd edirəm ki, yəni biz əsas kitabxana haqqında mən məlumat verəcəm. Kitabxanaçı kimi yox, sadəcə stajı olanlar iştirak edə biləcək, çünki kitabxana müdürü vakansiyası elan edilibdir və özləri də burada qeyd edib ki, kitabxana müdürü. Deməli, işə qəbul prosesi 4 mərhələdən ibarət olacaq. İlk əvvəl qeydiyyat olacaq, sənəd qəbulu olacaq, yəni sənədlərin yoxlanması və onu da qeyd edeyim ki, sənəd qəbulu birinci gündən başlayacaq. Yəni sabahdan 19 yanvardan 26 yanvara qədər davam eləyəcək. İş günləri saat 10:00-dan 17:00-a qədər Milmuğan Regional Təhsil İdarəsində yaradılmış komissiya aşağıdakı sənədləri təqdim edilməlidir. Yəni Milmuğan Regional Təhsil İdarəsinə yaxınlaşmalı və həmən sənədi, bu sənədləri daha doğrusu ora aparmaq lazımdır ki, həm şəxsiyyət vəsiqəsinin surətini, fərqi yoxdur, bütün vəzifələr üzrə gedənlərin hamısı bu sənədləri aparmalıdır. Tərcüməyə halı, diplomun surəti, bir də əmək kitabçası əgər varsa, əmək kitabçasının surəti, çünki düz işləyənlərə aiddir, onu da qeyd edim, yəni kitabxana söhbət yenə deyim, kitabxanaçılıqdan gedir, müdürlük üçün vakansiya ayrılıb deyə stajı olanlar gedəcək, ona görə də əmək kitabçasının surətini aparacaqsınız və sənədlərə baxacaqlar, yoxlayacaqlar, daha uyğun gələn namizədlər test imtahan mərhələsinə dəvət olunacaq. Deməli, həm vakansiyanın proqramı haqqında məlumatlar qeyd olunubdur, həm də ki, vakansiyanın özü haqqında, baxın, burada məlumatlar qeyd olunub. Yəni, hər iki sənəd qəbuludur. İlk yəni, mərhələ olaraq siz 26 yanvara qədər gedəcəksiniz. Burada göstərilən sənədləri təhvil verəcəksiniz. Əgər uyğun gəlirsinizsə, növbəti ikinci mərhələ haqqında da onsuz məlumat verəcəklər ki, nə vaxt olacaq. Yəni, 26 yanvara qədər sadəcə sənəd qəbulu davam edir. Və burada vakansiyalar da göstərilir. Bir də onu qeyd edeyim ki, baxın, burada indi biz kitabxana müdürünə baxaq. İmişlidə kitabxana müdürü vakansiyası var. Daha sonra burada Saatlı rayonunda, hər iki Saatlıda 2 vakansiya ayrılıbdır. Biri Mirzəli kəndində, biri də ki, Saatlı rayonunun özündə. Yox, Məmmədabad kəndində. Yəni, hər iki kənddə də kitabxana müdürü vakansiyası ayrılıb. Sonra yenə Sabirabadda da ayrılıbdır. Sabirabadda hətta 4 kitabxana müdürü vakansiyası var. Hərəsi ayrı-ayrı kəndlərdədir. Daha sonra, yəni bir də onu qeyd edeyim ki, burada özləri də məlumat veriblər ki, vakansiya siyahısı yenilənəcək. Baxın, imtahana qədər, yəni sənəd qəbulu bitəndən sonra belə, indi bilinmir də imtahan özləri açıqlayacaqlar yenə Facebook səhifəsində. Bir aydan sonra mı olacaq, 2 ay mı çəkəcək imtahan, ya ay yarımı, ya 20 günmü, artıq onun haqqında da məlumat veriləcək. Yəni imtahana qədər, test mərhələsinə qədər, bax burada qeyd olunub. Yeni vakant yerlər yaranarsa, baxın, siyahıda onlar da əlavə olunacaq. Ona görə mütəmadi şəkildə siz bax burada qeyd olunan linkə daxil olacaqsınız. Ola bilər ki, indi mən qeyd elədim ki, ümumiyyətlə Milmuğan Regional Təhsil İdarəsinə həm Beyləqan, həm İmişli, həm Saatlı, həm Sabirabad rayonları daxildir. Baxın, biz burada İmişlidə gördük, məsəl üçün Beyləqanda kitabxana müdürünün vakansiyası görmədik. Ola bilər ki, imtahana qədər Beyləqanda əlavə olunsun və yaxud da ki, Saatlığını gördük, düzdürmü? Beyləqan, Sabirabad da gördük. Baxaq görə İmişli də var. İmişli də var, Saatlı, Sabirabad. Bir dənə Beyləqan hələ ki, bu siyahıda yoxdur, kitabxana müdürü. Ola bilər ki, imtahana qədər yenilənsin, hətta digər rayonların başqa kəndləri də siyahıya əlavə olunsun. Ona görə bura diqqətlə nəzər yetirin və yenə qeyd edirəm ki, sırf kitabxana müdürü olduğu üçün burada staj tələbi olacaq. Əgər ali təhsillidirsə 3 il staj tələbi olacaq sırf kitabxana işi sahəsində. Yox, əgər kolleci bitiribsə, orta ixtisas təhsillidirsə 5 il staj tələb olunacaq sırf kitabxana sahəsində. Yalnız onlar qeydiyyatdan keçsin, yəni aparsınlar sənədi təhvil versinlər. Hər kəsə uğurlar arzulayıram.